Əziz dostlar, vətənini sevən oğullar, qızlar. Bugün hər dəfə olduğu kimi yenə də biz igid ərənlərimizdən birinin 44 günlük zəfər dolu vətən savaşında qanıyla zəfər yazan igid ərənlərimizdən birinin Əliyev Füzuli Vidadioğlu'nun igid kapitanımızın evindəyik, evinin ziyarətindəyik. Tək mən öz adımdan deyil də bizim 30 ildən yuxarı olan əməyi sayəsində şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin qulluğunda duran şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin adından mən Nazlı Yazar olaraq həmin İctimai Birliyin İnsan Resursları Şöbəsinin müdiri olaraq burada igid ərənimizin ziyarətinə gəlmişəm. Və bugün də hər bir şəhidimizin evinə gedərkən gördüyüm yenə də bir halla rastlaşdım ki, analarımız evladlarına, şəkillərinə baxmaqdan, onların xəyallarına dalmaqdan yorulurlar. Elə bir hər gün onlarla danışırlar. Mən üzümü tuturam igidimizin anası Fərasət anamıza. Xoş gördük Fərasət ana sizi. Allah sizi hər zaman böyük etsin ki, belə igid ərən getirmişsiniz. Məhz belə igid ərənlər vətəni siz analarından da daha çox sevdilər. Bu da məhz elə sizin verdiyiniz tərbiyənin nəticəsidir ki, siz görün ki, vətənə necə bağlı olmuşsunuz. Atası ruhu şad olsun, Vidadi atamız necə bağlı, vətənsevər olub ki, vətənlə bağlı bir insan olub ki, o da canla, qanla oğullarından biri olan Füzulimizə keçirdi. Əziz anam, bugün biz Füzulimizi deyib gəlmişik. Burada şəkillər Füzulinin necə bir uca məqamlı yolçusu olduğunu, necə bir hərb məktəbinin igid ərəni olduğunu şəkillər sanki dillə deyir. İstəyərdik elə siz də bizə bu haqda bir məlumat verəsiniz. Mən də Nazlı xanım çox xoş gəlmişsiniz bizim evə. Birliyimizə də, Tahir müəllimə də çox sağ olun deyirəm. Allah razı olsun. 6 ilə yaxındır ki, siz bizim şəhid anaları ilə bir yerdəsiniz. Minnətdaram, çox sağ olun. Bütün şəhid anaları adından sizə çox sağ ol deyirəm. Allah sizdən razı olsun. Bəli, o Füzulinin il muzeyidir. Bəli, gündə bütün gün Füzuli ilə danışıram mən. Bütün gün şəkilləri ilə danışıram. Füzuli həmişə mənimlədir. Mən hara gedirəmsə, Füzuli mənimlədir. Əlinizə qurban. Bütün evi şəkillər süsləyib. Bəli. Burada Füzulinin şəkilləri var, bağça şəkilləri var. Bağçaya ged. Bağça şəkilləridir bunlar Füzulinin. Bunlar Füzulinin əşyalarıdır. Bu Füzulinin zabit vəsiqəsidir. Füzulinin zabit vəsiqəsidir. Qana boyanmışdır. Bəli. Bu onun qəlbi buradan dəyib. Bu da onun iş yerində. Bunlar da təşəkkürnamələridir. Nə deyə bilərəm Füzuli üçün? Füzuli çox igid baladır. Onun əşyalarıdır. Burada da Füzulinin paltarıdır. Bəli. Mən bütün günü bu əşyaları ilə, paltarları ilə, şəkilləri ilə danışıram. Burada da Füzulinin orden medallarıdır. Bir dənə ordeni var. 7 dənə. Rəşadət ordeni. Bəli, Rəşadət ordenidir. Medalları, 7 dənə medalı var. Rəşadət ordeni. Bu Naxçıvanskıda oxuduğu illərdir. Naxçıvanskıda. Sonra Ali hərbi məktəbdə oxuduğu illərdir. Onun Naxçıvanskıda bitirdiyi 11-ci sinifdə elə bir ki, müdavim olan, Naxçıvanskıda qutarandan sonra bütün günü mən bu şəkillərlə danışıram. Evinizdə burada da zabit
Bəli, Ağırlığı zabit vardı. formasıdır. Bəli. O Füzulinin axırıncı şəklidir. Su qovuşanda Elə olanda axırıncı sosial şəklidir. şəbəkələrdə ən çox paylaşan şəkil Bəli. məhz o şəkildir. Bəli. Belə ki, oğullar çiçəkli, ay ulduzlu bayrağımız uğrunda canlarını fəda edən igidərənlərimizdir. Bəli. Ruhları qarşısında baş əyirəm. Füzulinin o biri otaqda da ev muzeyi var. Keçib baxa bilərik. Keçək məmnuniyyətlə. Yenə Nazlı xanım, şairə xanımımız, mən hər bir tədbirdə sizinlə görüşürəm. Yenə çox sağ olun. Tahir müəllimə də çox sağ olun deyirəm. Bəli, Füzuli 16 ildən çox xidmət edib. 3 il Naxçıvanskada oxuyub, 5 il, 4 il akademiyada, 1 il Salyansk kazarmada, yəni TTM-də oxuyub. Ondan sonra orduya gedib, işlədiyi yerlərdə də həmişə heç vaxt çətin olduğunu heç vaxt deməyibdi. O qədər bu vətəninə bağlı uşağı idi ki, inanın ki, məzuniyyətdə də evə gəlmirdi. Gəlsə də əgər neçə gün verirdilərsə, gəlib onun 10 gününü bizimlə qalırdı. Yəni demək istəyirəm ki, hər şeydə Füzuli nümunəvi uşaq idi. Həmişə də deyəndə ki, ay Füzuli evlənməyindən danışanda Füzuli deyirdi ki, mənim əskərlərim orada gözləyir. Vaxtı gələndə evlənəcəyəm. Nə deyim Füzuli haqqında, nə deyim? Mən bilirəm ki, Füzuli həqiqi mənada, yəni igidərənlərimizdən biri olub. Və bizi izləyənlər, dostlar da bilirlər ki, mən hər bir şəhidimizin evini ziyarət edərkən onun haqqında sosial şəbəkələrdə olan məlumatları da arayıb araşdırıram. Ondan sonra burada gəldikdə bizim izləyicilərlə də bölüşürəm, gözəl anam. Elə istəyərdim ki, burada əldə etdiyim məlumatlarda bir daha bölüşüm. Yenidən sizinlə həmsöhbət olar. Əliyev Füzuli Vidadi oğlu 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini 8-ci sinifə qədər alan Füzuli, sonra yəni orta məktəbdə 8-ci sinifə qədər alan Füzuli, sonra Cəmşid Naxçıvansk adına hərbi liseyə daxil olub. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlayıb. Uzun müddət Murovda dağında xidmət edib. En saylı hərbi hissənin həmlə taborunun qərargah rəisi olaraq xidmətini davam etdirmişdir. Hərbi xidmət müddətində Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, Azərbaycan ordusunun 100 illiyi, 2-ci və 3-cü dərəcəli qüsursuz xidmətə görə medalları ilə təltif edilmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində kapitan Füzuli Əliyev də iştirak etmişdir. O, Suqovuşan döyüşlərində vuruşmuş. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanımızın, bu gözəl anamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının icrasını, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 15-12-2020-ci il tarixli sərəncamına əsasən kapitan Füzuli Vidadi oğlu Əliyev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycanımızın, bu gözəl anamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı
döyüş əməliyyatlarının rəhbəri olan düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin 15-12-2020-ci il tarixli sərəncamına əsasən Füzuli Əliyev ölümdən sonra 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilmişdir. Azərbaycanın bu gözəl anamızın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Füzuli Vidadioğlu Əliyev ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilmişdir. Anamız Fərasət ana, atamız Vidadi ata, qardaşı Səbuhi, qardaşımız Aytən bacımız bizim igidimizin, Füzulimizin bizə əmanətidir. Təəssüflər olsun ki, Füzulimizin dünyasını dəyişib cənnətə qovuşduğu gündən 2 ay sonra əziz atamız Vidadi ata da elə oğlunun yanına, cənnətinə gedib, dünyasını dəyişib, cənnətinə qovuşub. Boş yerə deməyiblər ki, Quranda bu təsdiq olunub, öz əksini tapıb ki, şəhidin bir damla qanı ilə onun bütün yaxınları cənnətdə bərqərar olacaq. Belə oldu ki, atamız düzdür xəstə idi, amma yenə də o xəstəcanı ilə də hər zaman oğluna dəstək idi. Oğlum, vətən uğrunda sən belə ki, vuruşursan, haqqım sənə halal olsun deyən Vidadi ata artıq dərdə dözə bilməyib, oxulsuz dərdinə dözə bilməyib, dünyasını dəyişib. Ruhu şad olsun ana. Onların ruhu qarşısında baş əyirəm. Sizlərə Allahdan bundan belə xeyirli gün diləyirəm. Düzdür ki, sizin digər övladlarınız da var. Bayaqda qeyd etdim, Səbuhi qardaşımız, Aytən bacımız, bilirəm ki, sizi tez-tez yoluxur, sizi xəbərdar edir, sizdən xəbər alır ki, ana necəsən deyə, amma necə deyərlər, hər gülün öz ətri var. İndən belə arzu edirəm ki, qapınız, bacanız xeyirli günlər açılsın və siz də gözəl bilirsiniz ki, mən həm bir jurnalist olaraq, həm də bir şair olaraq sizlərin əhatəsindəyəm. Elə bugün də İgid Füzulimə ithaf etdiyim bir şeirimlə sizin qonağınızdan bir Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü Qızıl Qələm mükafatı layiqli vətənpərvər şair Nazlı Yazar olaraq igid şəhidimiz kapitan Əliyev Füzuli Vidadioğlu'na ithaf etdiyim Murovdağ Qalxanı adlı şeirimlə bugün sizin qonağınızdan belə bu dəmdə həmin şeiri sizlər üçün səsləndirmək istəyirəm. Qartal baxışların qılıncdan iti, sən bu vətənin qorxmaz igidi, nər hərb sənədinin vətən aşıqı, Murovdağ qalxanı dönməz igidi. Dərimi soysa da, doğrasa məni, qorxmam mən düşməndən, mən vətən təni. Vətənin aranı dağı bilmərəm, mən cəsur ordunun kapitan təni. Deyib gənc ömrünü hərbə həsr etdi. Oğul, qız sevgisin qəlbə həbs etdin. İgid əskərləri övladlar bilib, ordudan söz açdın, yurtdan əhs etdin. Əliyev Füzulim, Əliyev Füzulim Vidadioğlu, vətən keşikçisi, yurt dadoğlu, qardaşın Səbuhi, bacın Gülaytən, hey səni səsləyir, sən adlı oğlu. Acılı, şirinli xatirələri, acılı, şirinli xatirələri boynuna sarılıb gülən günləri.
Anan fərasətin yadına salır, əli uzatsa da dönməyir geri. Adına bir gözəl park da salıblar. Ətrafın ətirli gülə alıblar. Su qovuşan adlı vətən bağında şəhid tək ucalan səndən yazıblar. Rəşadət ordenli təndən yazıblar. Tarixə səs saldı sən tək ərənlər. 44 gün ərzində dərsi verənlər. Nazlı yazar yaz ki unudulmasın. Vətənin yolunda candan keçənlər, şəhidlik zirvə seçənlər, şəhidlik zirvə seçənlər. Bir daha igidərənlərimizin nurlu ruhları qarşısında baş eylən, bizim Füzulimizin timsalında bütün şəhidlərimizin fərq etməz. Yazılan bütün bu igidlərin birinin adına yazılan şeirimiz elə siz də yəqin mənimlə razılaşarsınız ki, bütün igidlərimizə həsr olunan şeirdir. Çünki bütün oğullar, bütün şəhid analarının igid oğullarıdır. Bütün şəhid analarının dilində əzbər olub bu söz, bu şüar sanki. Elə mən də bu dəmdə istəyirəm, deyəm ki, bugün əgər biz belə azad məmləkətdə şaqraq addımlayırıqsa, azad məkanda, aydın səmada nəfəs alırıqsa, məhz bu igidlərimizə borcluyuq. Bir zamanlar mən fəxr edirəm ki, Azərbaycanlıyam deyib də, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır deyib, öz nidasını, öz şüarını nida ilə təsdiqləyən Ali Baş Komandanımıza və onun dəmir yumruğu ətrafında sıx birləşərək bizə zəfər, qalibiyyət yaşadan şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, ümumilikdə müzəffər ordumuza hər birimiz bir can borcluyuq. Eşq olsun vətənin, bax bu igid oğullarına. Ölən günümüzə qədər bu igidlərə olan borcumuzu biz ödəyə bilmərik. Onlardan nə qədər yazsaq, inanın ki, azdır ki, azdır. Ümid edirəm ki, az da olsa ürəyinizi oxşaya bildim. Yəqin ki, şeirimin xoşunuza gəldi, bəlkə də. Çox qəşəng oldu. Qələminiz it olsun, zihin açıqlığı arzulayıram sizə. Çox sağ olun, Allah razı olsun. Siz həmişə şəhidlərə dəyər verənsiniz, şəhid sevərsiniz. Borcumdur. Bəli, çox sağ olun. Siz sağ olun, siz var olun. Dəyərli izləyicilərimiz, əziz bizi izləyənlər, əziz vətən sevərlər, vətənimizin əziz oğulları, qızları. Bugün biz bir igidimizin evindəydik. İgid şəhidimiz Kapitan Əliyev Füzuli Vidadi oğlunun, igidimizin Murovdağ qalxanının evindəydik.